Yaz fəslinin təbiətə qədəm basmasını hər il xalqımız Novruz bayramı adı altında böyük coşqu ilə bayram edir. Bu baxımdan çox vaxt Novruz bayramını bahar bayramı, yəni yaz fəslinin gəlişi kimi də adlandırırlar. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Qədim zamanlardan başlayaraq İran, Əfqanistan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın, yeni ilin gəlişini şənliklə qarşılayırlar. Bu bayram 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni Beynəlxalq Novruz günü elan edib. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsüllər barışmalı, qohumlar bir-birini ziyarət edib bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib becərilməsinə başlayır, bağban meyvə ağaclarını buduyur, uşaqlar Novruz gülü dərmək üçün dağlara, yamaclara, meşələrə üst tuturlar. Bu gün də evlərdə bayram süfrəsi açılır, ləziz təamlar bişirilir, xonça bəzədilir və süfrəyə bayramın əziz atributlarından sayılan şəkərbura, qoğal və paxlava qoyulur. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01-25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika, yəni günəşin illik zahiri hərəkət yolu üzrə hərəkət edərək, ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan şimal yarımkürəsində astronomik yaz, cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə, 46 saniyə olacaq. Xanım Xatun Elçin Şuşalı, Qafqaz TV üçün.